Salam dəyərli Sport Info TV izləyiciləri, bildiyiniz kimi Ağdamın Qarabağ komandası Çempionlar Liqasının əsas mərhələsində doğma meydanda Eintrachtı 3-2 hesabı ilə məğlub edərək tarixi zəfər qazanıb. Qarabağın qələbəsini cənab prezident İlham Əliyev təbrik edib və oyunda yaşanan ədalətsiz hakim qərarlarına görə UEFA-ya sərt mesaj verib. Çempionlar Liqasının əsas mərhələsində Eintracht komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ Futbol Klubunu ürəkdən təbrik edirəm. Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kim tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ. Qarabağın baş məşqçisi Qurban Qurbanov da oyun sonrası mətbuat konfransında qərəzli hakim səhvləri barədə danışarkən bildirib ki, ən doğru şərhi cənab prezident İlham Əliyev verib. Stat, qələbə münasibətilə bizi təbrik edən prezident İlham Əliyevə təşəkkür edirik. Hakimin qərəzli qərarları ilə bağlı ən yaxşı şərhi prezident verib.